Bugün Azərbaycan Şərəfanlı kəndindəyik. Şəhid Muradın evindəyik. 5 illikdir qardaşımızın. Murad Əsədov Rüstəmoğlu'nun ev dönümüdür. Ora gəlmişik, ata-ananın yanına. Bugün Muradın timsalına bütün şəhidlərimiz Allah rəhmət etsin. Ruşar şad olsun. Ata-anaya baş sağlığı veririk. Özünüz bugün boş bilib ata-ananın yanında olmağa, gəlməyə bir qürur veririk. Siz de gec gəlmişsiniz, gecə oldunuz, gecədir. Həmmə bugün Murad qardaşımızın bu ocaqdan köçən il dönümüdür. Bu evdən çıxan axırıncı günüdür. Ona görə də ata-anaya baş sağlığı veririk. Allah sizə səbir versin, ruh şad olsun, Allah yer beşləsin. Amin. Muradın timsalına bütün şəhidlərimizə rəhmət edirik, arz edirik. Murad onu deyim ki, evladın 2 övladdan biri olub, yeganə oğul evladı ki, ailə üçün ağır işçidir. Çox ağırdır ki, işçi, övlad işçisi. Atya, daha bir daha baş sağlığı veririk. Allah köməyiniz olsun. Allah sənin qardaşın Muradın da, dayanın da. Allah topa, ya özümü, bir sümüyümü gəlsin, biləsiniz ki, içkinlikdən gözümü yer olsun ki, içkin olmasın, ağlamaya yer olsun onda. Ben bugün özüme borç verip gelmişim. Rüstem kardeşim, Zeyran Badana, ocağındayıq. Bugün Muradın ad günüdür. Ben onların İldönüm. Ben onların valideyni, onun valideynin ellerinden öpürəm her ikisini. Karşısında baş əyirəm. O vaxtı ikən mənim oğlumla Naxçıvan şəhərində, Zöpər rayonunda qulluq eləyib. Bugün özümüzə borç verib, onun il dönümünə gəlmişik Qızıl rayonuna. Allah falan sağ. Onların qarşısında baş əyirəm. Bütün şəhidlərin, anaların, ataların əllərindən öpürəm, qarşılarında baş əyirəm. Allah rəhmət eləsin. Özünü təqdim elə qardaş. Mən də ocaq verdiyi Cabit Toyuqoğlu Füzuli rayonunun Molla Mərəm kəndinənəm. Əsədov Muradın əsgər yoldaşıyam. Naxçıvan Muxtar Respublikada Zülfü rayonunda xidmət eləmişik. Özümə borc bildim bura gəlməyi. Atasına, anasına baş sağlam verirəm. Allah köməyin olsun. Allah səni bizə çox görməsin. Allah valideynlərinə səni bağışlasın. Nə günahlarımız varsa hamısı sənin günahlarını Allah bizə bağışlasın qardaş. Allah sağ dəyməsin. Həmişə də bizi yaddan çıxartma. Nə deyim sənə? 24 əskərdən bir sən gəldin. Mən tapdım. Allah kömək olsun. Allah dəyməsin sizə bala. Hörmətli olun. Allah valideynlərinin də əllərindən öpürəm ki, sənin kimi oğul yekəldib. Bu günlərdə elə bil ki, 2 valideynim var. Allah kömək olsun. Allah'tan sizə səbir diləyirik. Bizim bura gəlməyimiz axırıncı, yox axırıncı olsun. Həmişə bir ailə kimi gələk gedək. Amin. Elə bilirəm ki, sən Muradın neyi mənim oğlumdan alsan, mən sənin kimi yatmamışam ki, mən gedim o borç kimi bildim özümə. Bura gəlməm. Vallahi mənim əlimdən olsa, elə bütün şəhidlərin qapısını döyərdim. Həmişə baxıram, ekranlardan görürəm şəhid ailələrin çox pis olan. Mən bugün Xudayardan veriliş verirdilər. Vallahi o qədər ağlamışam, evdə tək idim. Xudayar kimi oğlumuz, Cübalis kimi, Polat kimi, altını çəkə bilmədiyim şəhidlər, anaların əllərindən öpürəm, atalarını, biz onların torpaqlarına boşluq. Bugün yaşamağımıza, şən məclisə quran ailələr bilməlidir ki, biz bu torpaqlarda onların sayəsində eririk, evlatlarımıza şənlik. Mən şəxsən birdən elə çəkimdən utanıram ki, məsələn, biz şəhid anaların qarşısında məclis qururuq, şənlənirik, amma həyat bununla qutarmır da, yaşamaq lazımdır, məcburuq. Yenə də baş əyirəm sizin qarşınızda. Dininiz bunu çox boydur. Mən oğluma minnətdaram ki, mən həmişə arzumda olub ki, şəhid ailələrinə gedim. Kimin isə qapısını döyüm. Bugün bu şərəf mənə qismət oldu, gəldim. Mən oğluma elə minnətdarım bildirirəm ki, mən
Buradan elə bir xoşbəxt adam kimi ayrılacağam. Mən həmişə özümə boş bilmişim. Şəhid qapılarına Çok sağ gedim. olun. Allah köməyində. Allah sizə də dəyməsin. Amin. Siz o boyda yolu zəhmət çəkib mənim balam üçün gəlmisiniz. Allah canınızı sağ eləsin. O balanı da sağ çox görsün. İnşallah. Nə deyim, çox böyük özüm pis eləmişəm. Mən istərəm ki, mənim bu balam hər vaxt yanımda olsun. Demirəm hər dəqiqə, hər sənə. Yəni ayda bir dəfə də olsun, 2 ayda, 3 aydan bir dəfə gəlsin, mən ananı yoxlasın. Mən də bəlkə də Allah sana ananın nasip sözünə etsin. qüvvət, bəlkə də Muradın səndən alaram. Nə bilim, Allah sağ dəyməsin. Torpağı sana ona ömür versin sağ bala. Anana atana dəyməsin. Bax, sizi kimi oğul yetişdir. Sən sağ ol ki, bu günləri gəlib bizi sevindirdiniz. Çox sağ ol. Allah sağ Allah dəyməsin. sizə sabır Allah versin. səni qənədin altında saxlasın bala. Allah sizə Çox sağ sabır ol. versin. O bir evladınız var, kız evladınız. Allah onların balalarını xoşbəxt Sağ ol eləsin. ana, sağ ol. Onların o nəvələrinizdən görəsin, sən xoşbəxt Sağ ol, eləyin. sağ ol qadınam. Sağ ol. Amin. Sağ ol. Bu akşam biz Rüstem'in evindeyiz. Onun oğlunun Murad'ın il dönümüdür. Gün ortada burada olmuşam ben. İndi de özüme boş bildim geldim ki bu bizim ballarımızdır bizim için. Bunların əziyyəti çoxdur. Biz ne ararsak da bunların əziyyətindən çıxa bilmərik. Çıkmaq olmaz. İşte neynəsək də biz bu borcu verə bilməyik yollara. Amma da indi yaşayırıq. Öz bilirində onlara görə də indi ruhlarının qarşısında baş əyirik. Allah Teala həmişə bizim şəhidlərimizə rəhmət eləsin. Atasına olsun, səbir versin. Elə bütün şəhidlərin Allah səbir versin ki, Amin. elə balların dərdini bir tər çəkək. Amin. Allah səni Sağ ol. gözəl Allah balara hamısına rəhmət eləsin. rəhmət eləsin. Amin. Hamısına. Hamısına. Ben de bu kardeşlerin sözüne koşularak bu günleri Murat balamızın şehit olduğunun 5. yıl dönümüdür. Murad'ın doğulduğu mekanı ziyaretine gelmişik. Hal-hazırda bak Murad'ın adına bu resimler ki buradadır. Ailanın nerede? Allah bu cəmi şəhidlərimizə rəhmət eləsin, cəmi şəhidlərimizin məkanı cənnət olsun. Bunların hər birisi bir qəhrəman yolu keçiblər. Əlbəttə. Hər birisi, bu şəhidlərin hər birisi bir qəhrəman yolu keçiblər. Hərənin özünə görə, öz cəsurluğuna görə bir qəhrəman yolu keçiblər. Allah hamısına rəhmət eləsin. Hamısının məkanı cənnət olsun. Bizlər də bu şəhid balalarımızın hesabına onların bizə bəxş elədiyi bu günləri yaşayırıq, bu xoş günləri yaşayırıq. Allah hamısının yerini cənnət eləsin. Amin. Allah Amin. səni Allah gözəl balara rəhmət eləsin. rəhmət eləsin. Bir daha Muradiyə Allah pis gün göstərməsin. Amin. Əzizlərinin, qohumlarının hamısını xeyir işi görsünlər. Torpağı sana, atasına, anasına ömür versin. Nə deyə bilərik? Evdən gedən deyir, evdən gedər. Hamımızın balasıdır Murad. Bizim də balamızdır. Biz bugün Murat balanın 5. il dönümüdür. Ananın yanında olmaq üçün özümü boş bildim. Sağ ol, bacım. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Atalara, analara səbir dözüm versin. Siz də ana çox xoş gəlmisiniz. Sağ olun. Əziyyət çəkmisiniz. Borcumuzdur. Şəhidimizi yad eləmisiniz. Allah sizlərə kömək olsun. Balanı da saat oyuncaq versin. Amin. Sağ ol. Allah sən də. Cəmi şəhidlərimizə Allah rəhmət eləsin. Atalara, analara səbir dözüm Amin. versin. Amin. Sizə səbir dözüm versin. Heç mən xatırlatdım. Ben Sən özüm də də- bala Allah rəhmət eləsin. Qalanlarınıza can sağlığı versin. O da evin tek oğluydu. Sağ Ben özüm də müharibə iştirakçısıyam. Axırıncı qəminiz olsun. Son Son qəminiz iştirak olsun. eləmişəm. Həm tərəfədə. Bugün də sağ salamatıq. qismətimiz Şükür, bura şükür. kimi. Bugüne şükür. Murad qardaşımız da Allah rəhmət eləsin. Allah rahmet eylesin. Allah'tan.